Dostlar, bir daha salamlayıram sizi. Gəlin belə bir açım edeyim sizə. Ağlımdakı insan necə biridir? Sizi maraqlandıran bir insan varsa, ola bilər yeni tanış olmusunuz, dərindən tanımırsınız insanı və yaxud da ola bilər iş qurmaq istəyirsiniz kimlənsə, nə bilim, belə də ola bilər. Sizi kimsə maraqlandırırsa və o insanı dərindən tanımırsınızsa və bu sual sizin üçün maraqlıdırsa, buyurub izləyə bilərsiniz. İnanmasanız belə maraq üçün izləyə bilərsiniz. Çünki kartlar çox vaxt düzün deyir, həqiqəti deyir və həyatda heç nə boş yerə deyil. Hər şey var. Hətta inanın ki, nağıllar belə həqiqətdir. Həqiqətlər hər yerdədir. Sadəcə gərək görəsən. Bəzi insanlar baxırlar, amma görmürlər. Bəzi insanlar da var, gözləri kör də olsa, onlar çox gözəl görür. Ona görə də çox insan robot kimi yaşayır həyatda. Adamda. Çalışın, daha dərindən duyun, görün. Znaklara, işarələrə qabağınıza çıxan həmişə fikir verin. Heç nə boş yerə deyil, inanın. Sadəcə harasa gedirsiniz, nəsə alınmır da, elə bir ki, nəsə bir hadisə olur. Yəni getməsəz məsləhətdir deməli. Kainat sizə siqnal verir və yaxud da başa düşürsünüz, fikir vermək lazımdır. Buna da bu dəqiqə bir çoxunuz boş yerə rastlaşmamısınız. Bəli, skeptik yanaşan insanlar çoxdur əlbəttə ki. Bu da onların bir həqiqətidir. Hər kəsin öz reallığı var. Kim hansı reallıqdadır, kim nəyə inanır, kim nəyi düşünür, o reallıqda olacaq, o reallığa gedəcək. Sizin vibrasiyanız, düşüncəniz, həyat tərziniz, həyata baxışınız sizin dünyanızı yaradır və həmin yerlərə aparır. Ona görə də seçin hər şeyi, diqqət eləyin, baxın. Neysə, başı sarıqlayın. 3 dənə variant qoyacağım. Ağlımdakı insan necə biridir? Birinci variant. Birinci variant. İkinci variant. Belə qoyuram, kartlar düşsün deyə dostlar. 1, 2, 3 variantdır. Necə insandır? Sizin gözünüzdə necə biridir? Məsləhət kartı qoydum sizə. Nə eləməlisiniz? Birinci variant, ikinci, üçüncü variant dostlar. Birinci variantdan başlayıram. Necə insandır əslində baxırıq. Bu insan pessimist insandır. Pessimist insandır. Yəni həmişə hər şeyin pis tərəfini düşünəndir. İşə alınmayanda ruh düşkünlüyü yaranır bunda həmişə. Başa düşürsünüzmü? Biraz şən adam deyil də, pessimist. Tezlə qəmlənməyə, yəni negativə tez yüklənən insandır öz-özlüyündə. Siz bunun barəndə nə düşünürsünüz? Bax, bəzilərinizdə ola bilər burada düşünürsünüz ki, sizə hansısa probleminizi, borcunuzu mu, nəyinizsə həll edə bilər. Bəlkə düşünənlər var belə. Bu variant var bəzilərinizdə. Bəzilərinizdə var variant. Yəni gözləntiləriniz doğrulmur. Məsələn, nəsə eləyirsinizmi, əvəzində bu adamdan az gəlir. İstəsə maddi olsun, istəsə sevgi olsun, nə olur olsun da gözləntilər, çox gözləyici olarsınız. Bu adam yəni biraz, yenə deyirəm, pessimist adamdır. Negativdə daha çox olan adamdır. Sizin gözləntiləriniz doğrultmaz. Uzun müddət nəyisə gözləyici olarsınız. Nəsə maddi gözləyirsinizsə uzun müddət gözləyirsiniz. Nəsə elə belə bir şeylər eləyə bilər, bəlkə. Borclar da var yəqin ki. Məsləhət. Məsləhət odur ki, bacarsaz uzaqlaşın. Yəni bu adam manipulyasiya eləsəz, nələrəsə yenə boş şeydir. Və yaxud da bu özdə eləyə bilər manipulyasiya adamı. Biraz negativ, enerjinizi yiyəcək. Enerjinizi yiyəcək. Uzaq durun. Belə deyim. İnciməyin. İkinci variant. Bu insan da belə deyim,
Nələrsə eləyibdi, nəsə əldə eləmək üçün bir çox şeylər eləyibdi. Bəzi nətər deyirlər, bəzi biraz işləri qalıb həll eləyəsi deyək ki, özü üçün deyirəm. Və bundan əlavə telefonda zətdə çox oturan adamdır. Belə arzular var, xəyalları var. Planları var, nələrsə eləyir öz planları üçün. Siz bundan küsüb barışacaqsınız, əgər münasibətdəsinizsə, küsüb barışacaqsınız. Siz də bundan biraz ili buna görə dərd çəkirsiniz, bu adama görə. İli negativə düşərsiniz və yaxud da bunun barəsində pis düşünürsünüz, bax. Görürsünüzmü? Pis düşünürsünüz. Sizin düşüncələriniz bu adam barəsində. Gözləyirsiniz və yaxud da ola bilsin bu adamı. Nəsə qədər peşmançılıq hissi çəkirsiniz buna görə. Çəkməyin, niyə çəkirsiniz? Əgər bu adamla bir problem varsa, uzaqlaşın. Əgər bunu gözləyirsinizsə qayıtmalı, bundan telefon zəngi gözləyirsinizsə, ola bilər telefon zəngi gözləyirsiniz, elə bilər nəsə xəbər gözləyirsiniz, dalaşmısınız, barışmaq istəyirsiniz. Xəbər olar, şansınız yoxdur deyə düşünməyin. Ola bilsin düşünürsünüz, şans yoxdur. Pis tərəfini düşünürsünüz, şans var. Zəng də eləyər, danışarsınız. Amma sizə lazımdırmı bu? Orası maraqlıdır. Düşünün. Üçüncü variant. Bu adam da özünü sevdirə bilən adamdır. Yaraşığı da var, yəqin ki, görünüşü zadı yaxşıdır. Tam etibarlıdır, amma bu şad xəbər gələr, nəsə təklif eləyə bilər sizə. Belə də, yəni belə xoş adamdır deyək ki. Sizin düşüncələriniz. Pis düşünürsünüz siz biraz. Buna nə dalaşmısınız? Nə də ki, bu adam düşünürsünüz ki, kobuddur. Kobud ola bilər deyə. Bax, siz qadınsınızsa, məsələn, ola bilər siz bundan biraz dalaşa bilərsiniz, şey eləyə bilərsiniz, biraz kobud danışa bilərsiniz. Danışanda biraz mehriban olun. Əsəbləşəndə, bax, siz özünüz əsəbləşəndə çox riskli nəsə deyə bilərsiniz. Mən görürəm burada bunu. Deməyin, biraz yumuşaq danışın. Lap dalaşsanız da, elə sözləri seçin ki, sabahlarım barışanda utamayasınız da canım. Səbirləşmək lazım deyil. Stabilləşəcək. Bu adamla münasibətin stabil olacaq. Bu adamla özünüzü, bax, kart nə məsləhət verir? Səbirli olun, deyir. Yəni, risk nəsə deməyin, dalaşmayın və yaxud da stabil aparın da özünüzü belə. Belə coşmayın, impulsivli olmayın bu adamla münasibətdə. Sakit olun, biraz axı belə sakit, tarazlıq taparmısınız. Belə məsləhət verir kartlar sizə. Üçüncü variant. Bu qədər dostlar. Yenə açımlar edəcəm bugün, çünki uzun müddətdir mən açımlar eləməmişəm. Suallar yazarsınız, siz hansı açımları istəyirsiniz edim. Qısa formatda eləyirəm mən. Bildiyiniz qədər baş ağrısı nəyə lazımdır? Bir sualın üzərində, bir kartın üzərində saatla danışmaq olar. Amma nəyə lazımdır? O qədər vaxt itkisi elə deyilmi? Qısa da demək olar bir kartı, uzun da danışmaq olar. Fonun rənginə qədər məna daşıyır, xırdalıqlara qədər məna daşıyır. Amma çox qısa da demək olar bunu. Belə YouTube çəkilişidir deyə mən qısa düşünürəm, çəkilişlər eləyim. Belə dostlar, izləmədə qalın, maraqlıdırsa kanalım. Çox sağ olun izlədiyinizə görə. Klass verməyi də unutmayın, mənə xoş olar. Sağ olun.